Salam əziz dostum. Ola bilsin, dünən hansısa qayğılara görə yaxşı yatmamısan. Ya da bütün gün qayğılar haqqında düşünmüsən və onlar səni çox narahat eləyib. Mən səni başa düşürəm. Çünki bəzən mən də bu qayğılarla yaşayıram. Amma bu yaxınlarda müqəddəs kitabdan bir ayə mənə çox toxundu. Məzmurda deyilir ki, sən qayğı yükünü Rəbbə ver. Qoy o sənə dayaq olsun. O heç vaxt Salihə sarsıntı verməz. Əziz dostum, istəyirəm bugün, indi bu videoya baxan hər bir insan sən qayğını Rəbbə verəsən. O istəmir ki, sən sarsıntıda yaşayasan. Qayğılarını Rəbb İsa Məsihə ver ki, o bütün qayğılarını götürsün və daşısın. Çünki o qüdrətli Allahdır. İndi gəl bərabər, mənimlə bərabər qayğıları Rəbbə verək. Duada ondan istəyək ki, bizim qayğılarımızı götürsün. Gəl bərabər dua edək. Gözəl və mehriban İsa Məsih, sənə dua edirəm, Rəbb. İndi hansı insan ki, hansı qardaşım, bacım ki, hansı dostum ki, qayğı və yüklərlə yaşayır, bu dəqiqə, bu an həmin qayğıları onun üzərindən götürəsən. Rəbb, İndi mənimlə bərabər dua edən hər bir dostuma, qardaşıma, bacıma təsəlli, sakitlik verəsən. Bütün qayğılardan azad edəsən, Rəbb. Çünki sən gəldin ki, bizi azad edəsən. İsa Məsihin adı ilə dua edirəm. Amin. Qoy Rəbb sənə güc versin və bu iman həyatını axıra kimi apara biləsən.